Evə çalışıb halal. Nə alırsan, nə gətirirsən, nə təmir edirsən, halal qazansan. Belə mən gücüm kartuşka soğan almağa çatır, halal pulla kartuşka soğan al getir. Amma evə haram işlə gətirmə. Çünki sabah o haram qazanc ola bilsin sənin qabağa dərhal çıxsın. Ola bilsin dərhal çıxmadı, Allah qorusun uşaqda çıxa bilər. Zövcədə çıxa bilər. Sələflərdən nə gəlir? Deyir, nəsə bir asilik eləyəndə görürdüm ki, nə yoldaşım sözümə baxmır, nə uşaq sözümü eşitmir, nə mini rahat işləmir. Demək, mən nəsə ora, Allah qorusun, haram iş görmüşəm ki, ya miniyə haram benzin tökmüşəm, evə haram tikə gətirmişəm ki, görsən ki, problem olur. Hətta halalçılıqla böyümək bizim urfumuzda da var. Deyirlər, məsələn, filan gəz halal kişinin oldu, halalçılıqla böyüyüb. Görürsən, o adamı Allah o qədər ucaldır ki, nəinki özü sevir, hətta yer əhlinə də sevdirir. Səbəb nədir? Yəni, bu niyə hörmətlidir? Nə ziyalıdır, nə elmi? Sadəcə halal, evinə halal çörək aparır deyə. Allahu Akbar. Bu adamın kənddə hörməti olmağının səbəbinə baxın. Nə demirlər, Quran hafizidir, nə bilim, elmlər akademiyası, elmlərlə. Yox. Bu, gedir daşdan, odundan, ticarətdən, heyvandan halal qazanır. Hamı fikir verir, qardaş deyil şeyə. Evinə az aparsa da halal çörək aparır. Və buna görə adam olur hörmətli. Çünki Allahın, nə deyək, işin görür.